Azərbaycanlı qanuni oğru Ülfət Tağıyevin Rufo Gəncınski bir neçə gün əvvəl yenidən Moskvaya qayıtdığı haqda xəbər vermişdik. Öncə onu deyək ki, Rufonun Rusiyanı niyə tərk etməsi barədə informasiyalar ziddiyyətlidir. Musavat.com xəbər verir ki, Rusiya mənbələri onun bu ölkəyə ömürlük giriş qadağası olduğunu iddia edir. İddiaya görə onun qayıdışını FTH ilə yaxşı münasibətdə olan Rusiyanın nömrə 1 nüfuzlu qanuni oğrusu Badri Koguaşvili təşkil edib. Yada salaq ki, bu ilin martında Koguaşvilinin 60 illik yubileyində Rufonun iştirakını da FTH1 ilə razılaşdırma əsasında baş verdiyi deyilirdi. Rufonun Rusiyanı tərk etməsi ilə bağlı ikinci iddia isə hazırda bir nömrəli qanuni oğru Zaxari Kalaşovla Şakro Molodoy əlaqələndirirlər. İddialara görə səhhəti ilə bağlı azadlığa buraxılan Şakro Molodoy müəyyən məsələlərlə bağlı qərarına əsasən ən yaxın adamları Zaxar ləqəbli Aleksandr Zaxarov və Martin Babakefyan vasitəsilə çatdırır. Bildirilir ki, Azərbaycanlı qanuni oğru Rufo Gəncınskinin Moskvanı tərk etməsi qərarını da məhz Şakro verib. Bildirilirdi ki, Şakronun Rufo ilə bağlı qərarı belə olub ki, onun seçilmişlərin yanında yeri yoxdur. Badri Rufonun köməyi ilə Rusiyadakı Azərbaycan mafiyasına tam nəzarət etmək istəyirmiş. Amma Şakro Molodoy hələ Dedxasanın vaxtında kriminal generallar sırasında olan Vaqif Süleymanovun, Vaqif Bakinski, Vaqif diplomat kimi tanınır, bu işdə daha etibarlı olacağı qənaətinə gəlib. Bu qərardan sonra Rufo tələsik Rusiyanı tərk etmək məcburiyyətində qalıb, əks halda ya həbs ya öldürülə bilərdi. Onun Rusiyanı tərk etdikdən sonra Misirdə yaşadığı da deyilirdi. Şakronun Rufo barədə qərarı təsadüfi deyil. 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olan Rüfət Tağıyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olub. O, 2012-ci ildə dekabrın 10-da Dubayda qanuni oğru adı alıb. 2013-cü ilin yanvarında öldürülən Dedxasanın qətli üzrə əsas şübhəli olan Ülfət əzasını ciddi rejimli koloniyada çəkməklə Moskva məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, Dedxasanın qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib. Bəllidir ki, Şakro Dedxasanın qohumlarındadır və onun kimi Yezidi Kürdüdür. Dedxasan öldürüləndə o, İspaniyada həbsdə idi. Azadlığa buraxılandan sonra da onun taxt-tacına sahib oldu. Vaqif diplomat ləqəbi ilə tanınan Vaqif Süleymanov da uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində Azərbaycan mafiyasının ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur. O, 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis ya da Marneolidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Onun tac qoyma mərasimində Nardaranlı Mir Seymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada Dedxasanın himayəsi altında olub. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun tərəfini tutub. Yerli telegram kanallarının məlumatına görə Rufo Gəncınski Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da onları döyüblər və oradan qovublar. Qayıdandan sonra isə Rufo ona qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib. İddia olunur ki, artıq qisas addımları da reallaşmağa başlayıb. Qanuni oğru Namiq Səlifov, öldürülmüş kriminal general Lotu Qulinin qardaşı, Rufonun ən qatı düşmənidir. İddialara görə Rufo Şakroya sübut etməyə çalışır ki, məhz o Azərbaycan mafiyos klanlarının ən önəmli qüvvəsidir. Badri Koguaşvilinin Rufonu Qulinin qardaşına qarşı dəstəkləməsi təsadüfi deyil. Badri Nadir Səlifovun qanuni oğru titulundan məhrum etməyə cəhd etdikdən sonra tərəflər arasında münasibətlər ləskinləşmişdi. Badrinin Qulini qanuni oğru adından mərhum etmək istəməsi Gürcü əsilli Quram Çixladzenin Kvejiyeviç vurulması ilə bağlı idi. Quram Çixladze Türkiyədə Quli ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı Qazax əsilli Arman Cumagəldiyev Diki Arman olub. Lakin o sonradan Quram Çixladzenin qanuni oğru statusu daşımasından xəbərsiz olduğunu bildirib. Bu hadisədən sonra Badri Koguaşvili Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin Quli və onu dəstəkləyən digər qanuni oğru Badri Koguaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa qanuni oğrularla konfliktdə olduğu göstərilib.